oxuyur peşə təhsili mərkəzində, peşə təhsili alır və daha sonra keçir universitetə. Ümumiyyətlə, məncə çox insanlar, valideynlər, hətta bəlkə şagirdlərin özü də bundan xəbərsizdir ki, onlar peşə təhsili alandan sonra artıq ali təhsil, universitet təhsili də ala bilərlər. Bu proses necə işləyir? Məsələn, siz real bir nümunə gətirdiniz. O proses necə baş verdi? Yüksək texniki peşə ixtisasına artıq qəbul olan tələbələrimiz bizdə oxuduqları müddətcə onların qiymətləndirilməsinə əsasən, yəni bizdəki tədris nəticələrinə əsasən universitetdə onları birbaşa artıq universitetlərə müsabiqə yolu ilə qəbul edə bilirlər. Şaban bəy, çox üzr istəyirəm. Yəni 11-ci sinifdən gələn yüksək texniki peşəyə 11-ci sinifdən yüksək texniki peşəyə gələnlər 3 il təhsil alırlar bizdə, 9-cu sinifdən gələnlər isə 4 il. Və hər ikisi də müraciət edə bilər universitet müsabiqəsinə. Hər ikisi də müraciət edə bilərlər və bizim özümüzdə belə çalışan öz məzunlarımız var artıq. Bizdən məzun olublar, hazırda universitetdə təhsilini davam etdirirlər. Eyni zamanda müəllimlərin işə qəbul imtahanına daxil olaraq da bizdə bəzi fənləri tədris edirlər və çox da keyfiyyətli nəticələri var. Ali təhsil olduğu halda peşə təhsil almağa gələn bizim tələbələrimiz var. Misal üçün tələbəmiz var, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. Lakin bizdə hal-hazırda təkrar yüksək texniki peşə təhsilini alır. Hansı ki, qrafik dizayner, interyer dizayner ixtisası üzrə